Salam dəyərli izləyicilərim. Bugün sizə Masazarda, Abşeron Gənclər Şəhərciyinin yaxınlığında, ümumi 3 sot torpağın içində yerləşən 2 mərtəbəli bu gözəl evi sizə təqdim edirəm. Əzizlərim, buyurun evimizlə sizi tanış edim. Burada görürsünüz ki, 1-ci mərtəbədə yerdən 8 daş kürsülüdür. Yəni bu da çox yəni evyəsinin xeyrinədir ki, həmişə 1-ci mərtəbədə kürsü verəndə ev çox keyfiyyətli olur. Həyətdə bulağı gördünüz. Güllü, çiçəkli, həyətdə müxtəlif növ bar verən meyvə ağacları. Əzizlərim, görürsünüz nə qəşəng yaşıq dekorativ ağacları. Həyətdə manqalnisi. Qəşəng görürsünüz bar verən müxtəlif növ meyvə ağacları. Həyətdə həyət üçün yenə sanuzeli var. İndi də gedəyin əzizlərim, evimizlə sizi tanış edeyim. Bura evimizin dəhliz hissəsidir, giriş hissəsidir. Görürsünüz, maşallah, bəzəkli gəlindir. Bura qonaq otağımızdır. Bura uşaq yataq otağıdır. Daha doğrusu qoca otağıdır. 1-ci mərtəbədə həmişə mənim kimi yaşlı qocalar yatır. Burada mətbəximiz. Bura sanuzel. Əzizlərim, bax, pləkanın altından belə parboada yolumuz var. Əl açıq şeylərə yığmağa. Yəni parboada çox hündürlük. Çünki evin özündə hündürlüyü elə yerdən 8 daş kürsülüdür. İndi də əzizlərim, çıxarın sizi 2-ci mərtəbə ilə tanış edirəm. Əzizlərim, evimizin sənəti qubçadır. Yığda paket qubça. Yəni evində torpağın da qubçası var. Bu paketka yolla da mümkündür. Bura əzizlərim, 2-ci mərtəbədən evimizin giriş hissəsi gelir. Burada uşaq yataq otağımız. 2-ci mərtəbədən balkona da çıxış var. Bura ailə yataq otağıdır. Burada da yenə belə bir otağımız var. Əzizlərim, evimiz ümumi 5 otaqdan ibarətdir. Qiyməti də gözəl qiymətli, 188 min manatdır.